6 ildir ki doğma torpaqlarımızda qanlı qadalı müharibə gedir. Neçə-neçə şəhərlərimiz, kəndlərimiz nankör qonşularımız tərəfindən zəbt edilib, viran qoyulub. Bu ədalətsiz müharibədə ilk uğursuzluqlarımızın bir çox səbəbi var. Onlardan ən əsası ordu quruculuğunda buraxdığımız səhvlərdir. Biz ordu yaradarkən onun əsas amilini, bazasını yaddan çıxartmışıq. Belə baza 4-cü ordunun poligonları, mülki binaları və hərbi texnikası ola bilərdi. Ancaq Sovet ordusu ərazimizi tərk edərkən, hərbi texnikanın bir hissəsini yararsız hala saldı. Yerdə qalanlarının axırına isə özümüz çıxdıq. Əgər səriştəmiz, bacarığımız olsaydı, ata-baba torpaqlarında qaçqına, didərginə çevrilmiş, heç bir şəraiti olmayan çadır şəhərciklərdə yaşayan soydaşlarımızın əksərini 4-cü ordudan qalmış belə mülki binalarda yerləşdirə bilərdik. İlk günlərdən ordu quruculuğunda yol verilmiş nöqsanlara qarşı etiraz səsini ucaldanlardan biri də polkovnik leytinant Sabir Haşimovdur. Bu ordu qurmaq işi, quruculuğu işində böyük səhvlər olub. Bu səhvlərdən biri odur ki, ən başlıcası ondan ibarətdir ki, o vaxtı biz hərbi texnikanı qəbul edən vaxt, 4-cü ordunun texnikasını qəbul edən vaxt böyük səhvlərə yol vermişik. Bu səhvlər də ondan ibarətdir ki, biz hərbi texnikanı qəbul edən adamlar özləri hərbçi, mütəxəssis olmublar. Tamamilə səriştəsiz adamlara, mülki adamlara hərbi texnikanı qəbul etmək havalı olunub. Müasir müharibələrdə qələbə rəmzi sayılan silah, döyüşçünün yaraşığı, yarağıdır. Hərbi texnikanı göz bəbəyi kimi qorumaq, hazır döyüş vəziyyətində saxlamaq, sıravi əskərdən tutmuş, komandirə kimi hamının vəzifə, vicdan borcudur.